Selamun aleyküm. Bu günləri biz qurbağa müalicəsi haqqında danışmaq istəyirdim. Qurbağa müalicəsi ilə bağlı Azərbaycanda ümumiyyətlə belə saytlara da diqqət eləyirsən, çox kəskin belə deyərdim ki, belə həkimlərimiz bizim bu işlə məşğul olanları fırıldaqçı adlandırır. Bu birisi tərəfdə isə bu işlə məşğul olanların əlində faktlar var. Yəni nə qədər xəstələri şəfa tapıb. Ona görə buna bir aydınlıq gətirək ki, bu qurbağa müalicəsi nədir? Bunun elmi varmı? Bunun həqiqətən faydası varmı? Yoxsa ziyanı varmı? Deməli, qurbağa müalicəsi araşdırmalara görə birinci dəfə Çində istifadə olunub. Bolqarıstanda da bu çoxdan istifadə olunur. Hal-hazırda da istifadə olunur Bolqarıstanda. Çində də yenə istifadə olunur. Sonra Rusiyanın müxtəlif yerlərində istifadə olunur və Azərbaycanda da deyərdim ki, həmişə istifadə olunub. Hətta Sovetlər dönəmində də belə istifadə olunub. Bu məqsədlə hansı qurbağalardan daha çox istifadə olunur? Daha çox çay qurbağalarından istifadə olunur, göl qurbağalarından istifadə olunur. Daha çox yosun yemiş qurbağalardan istifadə olunur. Niyə? Çünki çaylarda, göllərdə olan qurbağalar daha çox yosunla qidalanır və yaxud da ki, yosun yemiş həşəratları yeyir suyun içərisində. Yəni, bu yosunların tərkibində həmişə bol yod olur. Və qurbağa da bu yosun və yosun yemiş həşəratlarla qidalandığı üçün qurbağaların dərisində çoxlu yod əmələ gəlir. Yəni, bu elmi bir məlumatdır. Və bu elmi məlumatı mən ona görə deyirəm ki, biləsiniz. Deməli, qurbağalar yoduna zəngin bir varlıqlardır, belə deyərdim. Bəzi həkimlərimiz qurbağa ilə müalicə olmanı çox belə deyərdim, radikal olaraq fırıldaqçılar adlandırırlar. Çünki mən deyərdim ki, bu tip insanlarımız, bizim yəni həkimlərimiz heç bir araşdırma aparmadan elə bu sözləri deyirlər. Yəni, bax, mən düşünürəm ki, bir ümumiyyətlə müalicə haqqında danışılmamışdan qabaq, bu müalicənin effektlərini biraz araşdırmaq lazımdır. Biraz araşdırmaq lazımdır. Həqiqətən bu faydalıdır. Axı, bu yüzlərlə insana bu qoyulur. Nətər bu faydası ola bilər ki? Mən yadıma nə düşdü? Mən təxminən bir 20 il bundan qabaq efirlərə çıxıb hicamadan danışanda hamı mənə gülürdü. Deyirdi ki, bu nədir danışsan, o bu üstə oxumusan, gəlmirsən, hicamadan danışsan. Amma indi minlərlə, Azərbaycanda bəlkə də milyonlarla insan hicam elətdirir. İndi hicamadan danışanda artıq heç o sözü demir. Çünki artıq görürlər axı hicamanın milyonlarla insanın faydasını alır. Tək elə Azərbaycanda deyil, dünyanın hər bir tərəfində hicama mərkəzləri var, işləyir, hamı da razıdır. Yəni, bir söz deyəndə ümumiyyətlə bir düşünmək lazımdır. Mən bu sözü deyirəm, bu sözün arxasında nələr var? Yəni, bu qurbağa müalicəsindən əgər faydalı onlar olubsa, git bu faydalı olanlardan soruş. Gör, buyur, həqiqətən, ay balam, sənin ürək döymən var idi, hə, var idi. Boğulman var idi, var idi. Qurbağa qoyulandan sonra ürək döymən qalıb, yox. Boğulman qalıb, yox. Deməli, burada nəsə var da. Bunların heç birini görməzdən gəlib, yox, bu işlə məşğul olan fırıldaqçılardır, qalxın varı vəzinin çatışmazlığı varsa mütləq endokrinoloqa getməlisiniz, endokrinoloq sizə dərman yazmalıdır və o dərman ömrünüzün axırına qədər də içməlisiniz. Bu da müalicədirmi? Yaxşı. Bu da müalicə deyil axı. Niyə mən ömrümün axırına qədər hansısa bir firmanın dərmanını içməliyəm? Niyə? Əgər bir yerdə bunun müalicəsi varsa, təbii müalicəsi, qurbağa olmasın, nə olur olsun, ümumiyyətlə deyirəm. Varsa, niyə mən onu alım, bir dəfəmlik bundan canım qurtarmasın, gedim mən ömrümün axırına qədər dərman içim. Niyə? Bax, bu adamdan soruşarlar da, axı, niyə mən eləməliyəm ki? Niyə mən ömrümün axırına qədər dərman içməliyəm ki? Ona görə də bu məsələlərə aydınlıq gətirmək üçün mən bir daha bu məsələyə gəlirəm ona görə ki. Deməli, dediyim kimi, qurbağanın bədənində və əsasən də dərisində çoxlu yod var. Bu birinci məsələ. İkinci məsələ, kənddə yaşayanlar hamısı görüblər. Qurbağa elə bir canlıdır ki, bu qurbağanın nə pişik yeyir, nə it yeyir, nə tülkü yeyir. Yəni, heç bir vəhşi heyvan qurbağanı görəndə onu yemir. Niyə? Çünki it, məsələn, qurbağaya yaxınlaşanda qurbağa həyəcan keçirdir. O həyəcan keçirdən kimin xüsusi maddələr istehsal eləyir ki, qoxu ilə qarışıq maddələr istehsal eləyir və o dərisindən ətrafa
səpələnir, həmin qoxulu maddələr və it ondan həmən uzaqlaşır. Və yaxud da pişik olsun, və yaxud da tülkü olsun. İlan düzdür, o qoxunu hiss eləmədiyindən ilan qurbanı odur. Bəzi quşlarda da qoxu zəif olduğu üçün, quşlar məsələn leylək filan zat quşlar da qurbağanı udur. Çünki qoxunu hiss eləmir. Amma itlər filanlar güclü qoxu hissiyatı olduğu üçün ona yaxın düşmür. Bax, qurbağa müalicəsini alan zaman da, məsələn, tutalım qurbağanı götürdü, 2 dənəsini bağladıq qalxanvari vəzinin üstünə, o oradan çıxmaq istəyir. Oradan çabalayıb, oradan çıxmaq istəyir. Təbii ki, qurbağa üçün narahatçılıqdır. Bu, burada qalıb, bağlı qalıb, o rahat deyil, oradan çıxmaq istəyir və başlayır oradan çabalamağa, oradan çıxmağa və nəticədə həyəcan keçirdir və həmin maddə istehsal olunur. Bax, həmin maddə, orada istehsal olunan həmin o zəhərli maddə, hansı ki, qalxanvari vəzini stimulyasiya edir. Bax, məsələn, ürək döymə varsa, boğulma varsa, sonra ümumiyyətlə qalxanvari vəzinin çatışmazlığından əziyyət çəkən, hətta qalxanvari vəzinin hipertrofiyası, böyüməsi varsa, bu zaman qurbağa müalicələri tətbiq olunur və gözəl də effekt olur. Hər bir insanda bunu eləyənlər və deyərdim ki, 10 insanın 9-unda effektiv bir təsir alınır və insanlar da bunu görür. Ona görə də bu müalicə üsulu yaşayır. Nə qədər də desək ki, qıraqdan desələr ki, yox, yalan şeydir, alladırlar, eləyirlər, bunu xalq yaşadır. Çünki bunu xalq görüb. Bax, bunu eyni zamanda süd vəzlərin üstündə olan uzun müddət qalan xoş və bəd xassəli kişilərin müalicəsində də həmin qurbağadan istifadə oluna bilir. Və onda da istifadə eləmək olur. Dediyim kimi, qalxanvari vəzinin bütün xəstəliklərində. Çünki bu qurbağa müalicəsi qalxanvari vəzinin işini stimulyasiya edir. Ona görə də bütün qalxanvari vəz xəstəliklərində bundan istifadə eləmək olur. Təbii ki, yaxşı olar ki, məsələn, mən praktikamda qurbağa müalicəsi ilə paralel həmişə ürək döymə, boğulma varsa 300 qram ot hindi, 300 qram da deməli 300 qram ot hindi, 300 qram balqabaq tumunun tozu və 300 qram da xurma polinin tozlarını bir-birinə qarışdırıram, 900 qram. Gündə 3 dəfə bunu yazıram xəstələrimə. Həm bunu qəbul eləyir, həm də qurbağa müalicəsini qəbul eləyir. Qurbağa müalicəsi çətin bir şey deyil. 2 dənə qurbağa bağlanır, 2-3 saat saxlanılır, sonra da asılır. Cəmi 3 dəfə. Yəni 3 dəfə bunu elə bir prosedur eləyirsən, qutardı getdi. Və eyni zamanda yazdığım qarışımları da içirsən, saydığım qalxanvari vəzinin bütün əlamətləri hamısı yavaş-yavaş aradan qalxır. Görəsiniz ki, bu boğulmalar, ürək döymələr, gecə həyəcan keçirmə, gündüz keçirmə, qaranlıqdan qorxma, evdə qorxulu keçmə, müxtəlif mənşəli fobiyalar, qorxular, depressiyalar hamısı aradan qalxır. Hətta bəzi insanlar var ki, mütləq sinələri belə açıq qalmalıdır. Bir-birinə bağlayan kimi ürək döymə, boğulma gəlir, qorxu gəlir. Bunların hamısı aradan qalxır. Yəni adi, elementar, yüngül bir müalicə ilə. Ona görə də, niyə görə də biz bunu tətbiq eləməyik? Bir də onu da deyim ki, qurbağanı boğaza qoyan zaman qurbağa nə cırmaqlayır, nə dişləyir, nə bir xətər yetirir. Heç bir şey eləmir. Yəni heç bir ziyanı yox. Bəzi insanlar, əsasən də qadınlarımız bundan çox qorxurlar ki, bir də mən cırmaqlayar, eləyər, nəsə bir fəsad. Heç bir fəsad eləmir. Yəni orada qalır, arada belə tərpənir, oradan çıxmaq istəyir, qutardı getdi, bu qədər. Heç bir qorxusu yoxdur. Ümumiyyətlə, bizdə belə bir şeylər var, xoşa gəlməz hallar var. Məsələn, bu tətbiqi hansısa bir Çində bir tətbiq müalicə görəndə bizimkilər, məsələn, tutalım videolara baxır, görür ki, Çində, Hindistanda xəstənin boğazının üstünə qurbağa düzürlər. Bunlara xoş gəlir. Bax, belə sevə-sevə də paylaşır. Ki, bax, Çində belə bir şey var, Hindistanda mən belə bir şey var. Amma bizdə olanda buna hamı olur fırıldaqçı, hamı olur adam alladan, bax, belə bir şeylər. Çox maraqlıdır. Amma bu bütün dünyada var da, bu tək elə Azərbaycanda kimsə əli-vəli gətirib bunu eləmədi ki. Bu bütün dünyada artıq var. Ben deyim ki, 100 illərdir bu tətbiq olunur. Özdə 5-10 il deyil ki, bu 100 illərdir tətbiq olunur. Deməli, bu müalicə üsulu yaşayır. Bu müalicə üsulu yaşayır, effekt alır insanlar və bunu da biz də yaşadırıq. Burada nə problem var ki? Nəsə, sonda onu da deyim ki, bizim də klinikamızda Herbamedikal Tibb Mərkəzində də qurbağa müalicəsi var. Yəni mən də xəstələrimə yazıram və tərcih də eləyirəm. Özünüz də bunu istifadə eləyə bilərsiniz. Çay qurbağalarından tutursunuz. Əgər zobunuz varsa, rayonda yaşayırsınızsa, 2 dənə qurbağanı bağlayırsınız boğazınıza, 2 saat saxlayırsınız və bundan sonra buraxırsınız.
3 gündən bir, 2 dəfə, 3 dəfə eləməklə bunu qutardı qalxanvari vəz xəstəliyindən rahatlıqla xilas ola bilərsiniz. Həmin qurbağa ilə paralel dediyim o qarışımın da gündə 3 dəfə içilməsi çox gözəl effekt verir. Oldu inşallah. Sağ olun, sağlam olun, biz də içində. Amin. Selamun aleyküm və rəhmətullah.